məqam oldu. Yəni, biz bilirik burada Van Barzer, Jolens Mikkels'dir, 19 qolu var və hərəsinin 11 qolu var. Həm Velko Simić'dir, Sambu'dur, Emin Mahmudov'dur. Bu 12 nəfərlik siyahıda deyim sənə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu yerdədir yalnız Qarabağın futbolçusu. Halbuki Məsələn, əvvəldə nə gözləmək olardı? Van Barzələr siyahısında Sabahla Qarabağın, nə bilim, Neftçinin və s. Yəni, mütləq orada Qarabağ ilk üçlükdə mütləq olmalıdır. Demək olar ki, hər mövsüm olduğu kimi. Hər mövsüm olduğu kimi. Amma indi görürsən ki, 12-ci pillədə yalnız Qarabağın futbolçusu var. Bəli, bu mövsüm onsuz da xeyli top fərqi ilə 19 Mikkels'dədir, 9 Andradadır. Yəni heç 10 qolluq sətdə çatan yoxdur elə ki. Yəni bir oyun qalıb ki, o oyunda da Qarabağın aparıcı üzrən bir çoxu heç iştirak etməyəcək. Artıq hətta düşərgəni tərk ediblər, istirahətə buraxıblar onları. 10 qolluq səddə heç kimin çatmaması həm də bu mövsümün liqadakı uğursuzluğun səbəblərindən biridir. Çempionlar Liqasına tərs mütənasibdir buradakı göstərici. Kamil Oduran bir şey ki, Çempionlar Liqasında 5 qol vurub. Neçə oyun edir orada? 8, oradan 10 oyun. 10 oyun ərzində 5 qol vurub Kamil Oduran Çempionlar Liqasında. Burada isə 33 turluq, indi 33 oyunun hamısını iştirak eləməyib, amma 33 turluq turnirdə cəmi 9 qol vurub Duran. Yəni, çox qəribə bir göstərici. Düzdür, Qarabağda hər zaman onsuz da oyuncuların qol sayına, məhsuldarlığına, liqadakı məhsuldarlığına təsir göstərən siz məqamlardan biri o olub ki, bütün oyuncular, bütün aparıcı oyuncular demək olar ki, mövsüm ərzində 2 oyundan bir meydana çıxırlar. Çünki rotasiya olunur, heyət, çox rotasiya olunur. Heyət Qarabağda. Amma buna rəğmən əvvəlki mövsümlərdə daha məhsuldar idilər. Bu mövsüm Kamil Duran mərkəz hücumçusu mövqeyində çox qəribə, paradoksal bir haldır ki, Çempionlar Liqasında 5 qol vuran futbolçu haqqında biz deyə bilərik ki, ümidləri tam olaraq doğrultmadı. Çünki onun mövqeyi deyil, mərkəz hücumçusu deyil və məhz fərq hardan yaranır? Kamil Duran 9 nömrə olmadığına görə liqadakı maçlarda rəqiblərin sıx müdafiəsində özünü göstərə bilmirdi. Bir 9 nömrə keyfiyyətləri, hücumçu keyfiyyətləri çatışmırdı. Liqada isə Qarabağa qarşı komandalar oyunların 60-70-80%-də müdafiə olunurlar, müdafiədə otururlar. Qarabağ o sıx müdafiəni yarmağa çalışır. Belə oyunda Kamil Duran özünü mərkəz hücumçusu kimi göstərmədə çətinlik çəkir. Çempionlar Liqasında isə əksinə orada açıq futbolda boş sahələrin çox olduğu maçlarda bir hücumçunun herhalde boş sahə üçün ehtiyacı olan bir hücumçunun belə bir hücumçunun